Əgər suyu davamlı olaraq sıxsaydıq, nə baş verərdi? Nəticədə o, nəyə çevrilərdi? Təsəvvür edək ki, sonsuz miqdarda suyu, sonsuz təzyiq tətbiq edə bilən bir cihazın içinə qoyuruq. Təzyiq artmağa başlayanda, suyun temperaturu da yüksəlir. Tez bir zamanda onun qaynama nöqtəsinə çatacaq. Təzyiq hər kvadrat düyməyə 1,5 milyon funt çatdıqda, su molekullarındakı hidrogen-oksigen rabitələri qırılır. Bu, birbaşa yüksək sıxlıqlı bərk buz kristallarına çevrilməsinə səbəb olar. Lakin bu maddə, gündəlik həyatda gördüyümüz adi buz deyil. Əslində bu, hidrogen və oksigen atomlarının polimeridir. Təzyiq artmağa davam etdikcə, su molekullarının temperaturu getdikcə daha da yüksəlir. Davamlı sıxılma nəticəsində molekullar arasındakı məsafə azalır. Temperatur iyonlaşmış qaz molekullarının toqquşma enerjisi üçün kifayət qədər yüksək olduqda, nəticədə qismən iyonlaşmış komponentlərdən ibarət plazma əldə edirik. Bu mərhələdə artıq bildiyimiz klassik su mövcud deyil. Təzyiq hər kvadrat düyməyə 15 milyon funt çatdıqda, atomlar arasındakı məsafə son dərəcə kiçilir. Temperatur da inanılmaz dərəcədə yüksəkdir. Bu mərhələdə isti və sıx maddə adlanan bir hal əldə edirik. Burada atom nüvələrinin birbaşa toqquşaraq nüvə birləşməsinə, nüvə sintezinə getmə ehtimalı var. Təzyiq hər kvadrat düyməyə 600 milyon funt çatdıqda, su birbaşa metal halına keçir və metal hidrogen əmələ gətirir. Bu, insanların uzun müddətdir əldə etməyə arzusunda olduğu bir enerji materialıdır. Əgər ona sahib olsaydınız, dünyanın ən varlı insanı olardınız. Təzyiq hər kvadrat düyməyə 3 trilyon funt çatdıqda son dərəcə diqqətli olmalısınız. Çünki bu mərhələdə hidrogen atomları nüvə birləşməsinə girərək azot əmələ gətirir. Eyni zamanda qabın içindəki maddənin şiddətlə genişləndiyini görərdiniz. Buna görə də onu saxlamaq üçün möhkəm bir qab hazırlamalısınız. Əks halda buraxılan enerji bütün bir şəhəri məhv edə bilər. Əgər təzyiq daha da artarsa, azot karbona, sonra isə dövrü cədvəlin ardıcıllığı ilə digər elementlərə çevrilməyə davam edər. Təzyiq günəşin mərkəzindəki təzyiqdən 8 dəfə çox olduqda, son nüvə birləşməsi məhsulu olan dəmir əmələ gəlir. Əgər bu nöqtədə də dayanmaq fikrində deyilsinizsə, dəmir atomlarındakı elektronlar sizə müqavimət göstərməyə çalışacaq. Təzyiq atmosfer təzyiqindən kvintilyon dəfə çox olduqda, dəmir elektronları tamamilə təslim olaraq atom nüvəsinə sıxılır. Müsbət yüklü protonlarla neytrallaşaraq neйтronlar əmələ gətirir. Bu mərhələdə bir neytron ulduzu yaratmısınız. İndi bu maddənin hər kub düyməsi təxminən 1 milyard ton ağırlığında olardı. Əgər buna da razı deyilsinizsə, neytron ulduzu kütlə qazandıqca və Oppenheimer limitini keçdikdə, o çöküş vəziyyətinə keçərək qorxunc bir qara dəlik yaradar. Beləliklə, adi su sonsuz sıxılma nəticəsində nəhayət dəhşətli bir qara dəliyə çevrilir.